Həyət evində pəncərə belə yuyulur. Bəli, həyət evində pəncərə belə yuyular. Ən rahat yolu budur. Evin təmirindən sonra pəncərələri belə yumamışdım. Dedim o gün bugündür. Bugün pəncərələri foşur-foşur yuyacağam. Pəncərədə rəşatka olanda adam rahat yuya bilmir. Amma indi dedim nə qədər ki rəşatka yoxdur, pəncərələri qəşəng köpüklədim. Vannaya titizin yüzey təmizləyicisini əlavə etmişəm. Yəni çox məqsədli səth təmizləyicisindən inanın elə gözəl ətri gəlirdi ki. Və biraz da arab sabunu əlavə etmişəm. Arab sabunu artıq bütün xanımlar istifadə edir, bəyənir. Görün nə gözəl köpüklənibdir. Titizin bu yüzey təmizləyicisini islana bilən bütün səthlərdə istifadə edə bilərsiniz. Qapı, pəncərə, laminat, parket hər yerdə istifadə edə bilərsiniz. Hətta mətbəx mebelində belə istifadə edə bilərsiniz. Ən inadkar ləkələri anında çıxardır. Mən pəncərələri silib keçirəm evlərə. Suya 2 qapaq yüzey təmizləyicisini əlavə edirəm. Görün nə qəşəng köpüklənibdir. Başlayıram polları silməyə. Bizdə yerlər laminatdır. Görün necə parıldadır. Onu da deyim ki, iz ləkə buraxmır və durulamağa ehtiyac yoxdur. Məhsulun o qədər gözəl qoxusu var ki, otaqları sildikcə yerlərdən çox gözəl qoxu gəlirdi və keçirəm qapılara. Əgər sizin də evlərinizdə belə ağ qapılar varsa, üzərində ləkələr olursa, mütləq ki titizin yüzey təmizləyicisi ilə təmizləyin. Çox gözəl ləkələri çıxardır. Şüşələri də elə titizin camsı ilə sildim. Xanımlar, mən bu məhsulu çox bəyəndim. Sizlər də alıb sınaya bilərsiniz.